Salam, hər vaxtınız xeyir olsun. Bugün təzə kələmlə bol vitaminli, tərəvəzli salat resepti bölüşürəm. 1 ədəd kələmi 2 hissəyə ayırıb nazik dilimlərə doğrayıram. Kələmi nazik dilimlərə doğradıktan sonra 1 ədəd də yer kökünü rəndənin xırda gözündən keçirdirəm. Kələmlə yer kökünü geniş bir qaba əlavə edib, üzərinə də duz əlavə edib, qarışdırıb yarım saat gözlədirəm. Yaşıl və qırmızı şirin biberdən istifadə edirəm. Biberi 4 hissəyə ayırıb nazik doğrayıram. Biberi də doğradıktan sonra salata hazırlayacağım qaba əlavə edirəm. 2 ədəd də təzə xiyarı rəndədən keçirdirəm. Xiyarı da biberlərin üzərinə əlavə edib göyərti doğrayıram. Göyərtidə keşniş, şüyüd və cəfəridən istifadə edirəm. Göyərtiləri də doğrayıb salatın üzərinə əlavə edirəm. Salat üçün toyuğun bişmiş sinə ətindən də istifadə edirəm. Əti didirəm. Toyuq ətini də diddikdən sonra salatın üzərinə əlavə edirəm. Kələmlə yer kökünü də yarım saat gözlətdikdən sonra sıxıb kələmin acı suyunu çıxardıram. Kələmi də salatın üzərinə əlavə edirəm və sos hazırlayıram. Bitki yağının üzərinə 1 çay qaşığı xardal, 2 xörək qaşığı soyva sos əlavə edib qarışdırıb salatın üzərinə əlavə edirəm. Salatı da bir gözəl qarışdırıram. Bol vitaminli, gündəlik hazırlaya biləcəyiniz, dadına dad çatmayan, çox ləzzətli salat alınır. Bol vitaminli, hər kəsin bəyənəcəyi çox dadlı bir salatdır. O qədər dadlı salatdır ki, süfrənizdən əksik etməyəcəyiniz bir salat olacaq. Hazırlayan hər kəsə öncədən nuş olsun. Yeni videolarda görüşənədək sağ olun.